Bərabərsizliyi deməli izah edirik. Bərabərsizliyin bir hissəsini izah eləmişdik. Toplanması, çıxılması, yəni onlardan danışmayacağım bir də. Onlar haqqında misalların içərisində danışacağım. Sonda nümunələrin içərisində. Başlayıram birdəşənli xətti bərabərsizlikdən. Birdəşənli xətti bərabərsizliyidir, yəni səhv etmirəmsə demişdim. AX məsələn böyükdür B. Bu müxtəlif formada ola bilər. AX kiçikdir B, sonra AX böyük bərabərdir B, AX kiçik bərabərdir B. Yəni müxtəlif formalarda ola bilər. Necə ki bir dəyişənli xətti tənliklər olanda, yəni AX bərabərdir B olanda X-i tapanda biz B-ni X-in əmsalına bölürdüksə, eyni şeyi də burada eləyirik. Sadəcə olaraq bu bir dəyişənli xətti tənliklə bir dəyişənli xətti bərabərsizliyin arasındakı yəni fərq onun ortasındakı bu işarədir. Deməli, biz burada AX deməli böyükdür B-də X-i tapmaq istədikdə B-ni X-in əmsalına bölürük və bu cavab belə olur ki, B bölünsün A-dan müsbət sonsuzluğa doğru. Bunu 59 üzərində göstərməkdə olar. Misal verək, məsələn 5x olsun kiçikdir 8. Tutaq ki, X-i tapmaq istədikdə 8-i bölürük 5-ə, X kiçikdir 1,6. Ədəd-oxunda qeyd eləyərəkdən də yaza bilərsiniz, eləməyərəkdən də yaza bilərsiniz. 1,6-nı qeyd etdik. Yəni məcbur deyil bunda dəqiq qiymətlər yazasınız, 1, 2, 3, 4-dən düzəlsiniz. Lazım deyil. Yəni təxminən yerini qeyd etdiniz, əsas odur görəsiniz. Yəni işarə etmək istədiyiniz şeyi görəsiniz. 1,6-dan kiçik. Deməli bu başlayır mənfi sonsuzluqdan 1,6-ya qədər. Əgər altında xətt işarəsi varsa, bu təbii ki parça mötərizə olacaq. Yəni o daxildir deməkdir. Yox, sadəcə belə ciddi bərabərsizlik olarsa yumru mötərizədən istifadə edirsiniz və aralığı qeyd edəndə birinci soldan başlayırsınız, sonra sağdakını deyirsiniz. Deməli, bu bir dəyişənli xətti bərabərsizlikdə diqqət olunacaq məqam nədir? AX məsələn böyük bərabərdir B. Əgər siz burada X-in taparkən B-ni A-nın əmsalına bölürsünüz də, A sıfırdan böyük olarsa, bu zaman bərabərsizliyin heç bir işarəsi dəyişməyəcək. Bu qayda içərisində yazmışam, yəni sizə verəcəm. Bu zaman heç bir işarə falan dəyişmir. Olduğu qaydada hesablanılır və yazılır. Sonda da aralığı göstərirsiniz. Yox, əgər X-in əmsalı A sıfırdan kiçik olarsa, bu zaman bərabərsizliyin işarəsi əksi olaraq dəyişəcək. Misal verək, məsələn 3x üstə gəlsin 8 kiçikdir 2x çıx 7. Təbii ki, bir dəyişənli xətti tənliklərdə olduğu kimi bərabərsizliklərdə də X dəyişən yanına keçir, ədəd də ədədin yanına keçir. X-i bu tərəfə ataq, ədədi bu tərəfə keçirdək. 3x çıxılsın 2x kiçikdir 7, daha doğrusu mənfi 7, mənfi 8. Keçəndə işarəsini dəyişdi. 3x-dən 2x-i çıxdı, qaldı x kiçikdir. 2 mənfini də topladıq, mənfi 15. Burada gərək belə bir misal yazıydıq, əmsal anlaydı. 3x üstə gəlsin 8 olsun kiçikdir x çıx 5. 3x çıxılsın x kiçikdir mənfi 5, mənfi 8 keçdi işarəsini dəyişdi. 2x kiçikdir mənfi 13. Bəli, biz artıq burada x-i tapanda, daha doğrusu işarə, mənfi 13-ü 2-yə bölməliyik. X kiçik olur, mənfi 6,5-dən. Hal-hazırda burada x-in əmsalı müsbət olduğuna görə ortadakı işarə heç cür dəyişmədi, olduğu kimi qaldı. Sonda cavabımız eləyəcək mənfi sonsuzluqdan mənfi 6,5-ə qədər. Yox, əgər bu misal, məsələn, belə olsaydı, mənfi 3x, deməli, çıx x, kiçikdir, mənfi 5, çıx 8. İkisi də mənfi olduğuna görə toplayırıq və bunun əmsalında 1 olduğunu nəzərə alırıq. Kiçikdir, mənfi 13. İkisi tapmaq istədikdə mənfi 13-ü biz bölməliyik mənfi 4-ə. Artıq burada işarə dəyişəcək. Çünki x-in əmsalı mənfidir. Kiçikdir işarəsi olacaq böyükdür. Mənfi 13 bölünsün mənfi 4-dən. X böyükdür. 2 mənfini böldüyüm müsbət elədi.
və böləndə də eləyir 3/4-1. Deməli 3/4-1-dən müsbət sonsuzluğa. Yəni ədəd oxun çəkmək istəsəz 3/4-1-dən böyük. Deməli üzü bu tərəfə müsbət sonsuzluğa. Yəni bizim əsas diqqət edəcəyimiz məqam x-in əmsalı müsbətdirsə ortadakı işarə dəyişmir olduğu kimi qalır. Amma x-in əmsalı əgər mənfidirsə ortadakı işarə əksi olaraq dəyişəcəkdir. Yəni bu bir dəyişənli xətti tənliklərdə əsas diqqət edəcəyiniz bunlardır. Davam edirik. Deməli xassələrimizdən sonra bəzi qeydlərimiz də var. 1. A böyükdürsə B. Biz bunu tərsində yaza bilərik. Yəni B A formasında yazsaq, artıq burada məsələn biz belə deyək də yerlərini dəyişdik. A-nı B tərəfə, B-ni A tərəfə, sağ-sol yerlərini dəyişdik. Bu ortadakı yön bərabərsizliyin işarəsi hansı yönə baxırdısa, bu dəyişdiyinizdə də həmin yönə baxmalıdır. Yəni burada A-ya baxırsa, deməli burada da A-ya baxacaq. Və ya məsələn B kiçikdir A. A, onu da yazırsınız, böyükdür B. Oxunuşu da belə olur. Sonra A əgər B-dən böyükdürsə, bu 2-dir, bu 3-dür. B C-dən kiçikdirsə, baxın, A B-dən böyükdür. B də C-dən, C də B-dən kiçikdirsə, onda avtomatik deyirik ki, A C-dən də böyükdür. Sonra, əgər yadınıza gəlirsə, tənliklərdə belə bir şey var idi ki, deyirdi ki, bərabərliyin hər iki tərəfinə eyni ədədə əlavə edə bilərik və ya çıxa bilərik. Sonra bərabərliyin hər tərəfinə eyni ədədə vura da bilərik, bölə də bilərik. Bax, bu xassələr bərabərsizliklərdə də tətbiq olunur, yazıla bilər. Məsələn, əgər A böyükdür B deyiriksə, biz hər tərəfə C əlavə edə bilərik. A plus C. Bu zaman işarə dəyişirmi? Xeyr, işarə dəyişməyəcək. Məsələn, misal deyək, 7 böyükdür 4-dən. Hər tərəfə 3 əlavə eləyək. Olur 7 üstə gələk 3, 4 üstə gələk 3, yenə də 10, 7-dən böyük olacaq. Yəni bərabərsizliyin işarəsi dəyişməyəcək. Sonra başqa nə deyək? Sonra çıxmadan deyək. Məsələn, çıxma olsun. A böyükdür B. Hər tərəfdən eyni bir ədədə çıxsaq da bərabərsizliyin işarəsi dəyişməyəcək. Məsələn, 9 böyükdür 7-dən. Hər tərəfdən 2 çıxırıq. 9 çıx 2, 7 çıx 2, yenə də 7 5-dən böyük olacaq. Bərabərsizliyin işarəsi dəyişməyəcək. 6-cı qaydamız eyni bir ədədə vura da bilərik, bölə də bilərik. Amma burada bir şey diqqət etmək lazımdır yenə də. Əgər biz eyni ədədə vurub bölürdüyümüz ədəd müsbətdirsə, bərabərsizlikdə heç bir işarə dəyişməyəcək. Yox, əgər vurub böldüyümüz ədəd mənfi bir ədəddirsə, bu zaman bərabərsizliyin işarəsi dəyişəcək. Tərsinə olaraq dəyişəcək, yönünü dəyişəcək. Məsələn, 7 böyükdür 3. Bir də yazaq qaydasını. A böyükdür B. Əgər C böyükdürsə 0-dan, A vurulsun C, böyükdür B vurulsun C-dən. Yəni, müsbət bir ədədə vururuq. Tutaq ki, 7 böyükdür 4-dən. Bir dənə də 3 ədədini götürmüşük. Göründüyü kimi müsbətdir. 7 vurulsun 3, 4 vurulsun 3. Doğrudan da 21 yenə də 12-dən böyük olacaq. Yəni bərabərsizliyin işarəsi dəyişməyəcək. Yox. Məsələn, biz bunu mənfi bir ədədə vursaydıq, C kiçikdir 0, bu zaman A vurulsun C kiçikdir B vurulsun C olacaqdır işarəsini dəyişəcək. Misalla deyək, 7 böyükdür 4-dən. Bir dənə də mənfi 3 ədədinə vurmaq istəyirik. Mənfi 3 ədədinə vuranda mənfi 21, mənfi 12. Artıq bərabərsizliyin işarəsi dəyişəcək. Çünki siz bunu məsələn böyükdür belə yazsanız, yəni artıq görürsünüz ki, bu düzgün deyil də. Yəni mənfi 21 axı mənfi 12-dən böyük deyil, bu tərsinədir. Ona görə bu yöndə olmalıdır. Mənfi 12. Buraları da keçdik. Bölməsi də həmçinin bunun kimidir. Bölmədə də bir də danışmaq istəmirəm. Gəldik bəzi qeydlərimizə. Bəzən elə olur ki, bərabərsizlik sizə verir. Bəzən də bərabərsizliyi belə söz formasında verir. Məsələn, deyir ki, tutaq, A müsbətdir. A müsbətdir. A müsbətdir. Yəni nə deməkdir? A yalnız müsbət qiymətdən alır deməkdir. Bunun bərabərsizlik formasını necə yazacağıq? A 0-dan böyükdür.
Yəni bu yazışı budur. Birinci qeydimiz budur. İkinci, deyir A mənfi deyil. Yəni burada nə deyir? A mənfi deyil də, yəni mənfidən başqa nə desən ala bilər. A mənfi deyilsə, deməli 0 da ala bilər, müsbət də ala bilər. Onda yazırıq ki, A böyük bərabərdir 0. Yəni bunun mənası budur. Mənfi deyil. Həmişə bu deyillərdə biraz diqqətli olun. Çünki deyillərdə adətən 6 xəttdən olur. Sonra üçüncü. Deyək ki, A mənfidir. Konkret. Dərsin izah eləyəndə, yəni əyani izah eləyəndə demişdiyim bir var ciddi bərabərsizlik, bir qeyri-ciddi bərabərsizlik. Ciddi yəni konkret sözünü deyir və o deyir zakonlu sözün kəsirdə, yəni budur. Böyük, müsbətdir, mənfidir, böyükdür, kiçikdir, konkretlik var, ciddi bərabərsizlik. Amma qeyri-ciddi bərabərsizlik, yəni belə mənfi deyil. Yəni burada ciddilik yoxdur da. Mənfi deyil, müsbət deyil. Ola da bilər, olmaya da bilər. Yəni bunun kimi. İndi A mənfidir. A mənfidir. Yəni A 0-dan konkret olaraq kiçikdir. Bir də var A deyir ki, müsbət deyil. Müsbət deyil. Yəni mənfi də ola bilər, 0 da ola bilər. Onda yazırıq ki, A kiçik bərabərdir 0. Ola bilsin ki, yəni məsələ şərtlərində belə bir misallar sizin qabağınıza çıxsın. Nümunələri sonda deyərik də. Bir dənə nümunə yazmışam, onu deyim, vurmaya aid. 3 kiçikdir x, kiçikdir neçə? 15. Bir də 13 kiçikdir y, kiçikdir 17. Bizə deyir ki, bəs bu bərabərsizliklər verilmişdir. 2x üstə gəlsin 3y ifadəsinin qiymətini tapın. Bayaq bir qayda dedik ki, bərabərsizliyin hər iki tərəfini eynədə də burada bilərik, bölə də bilərik. Yaxşı edirik. Nümunə. Deməli, bax, indi bizdə x var. Elə, bizə nə istəyir? 2x. Gedək indi 2x-imizi yazaq. 2x yəni, biz bunun hər tərəfini 2-yə vuracaq. Hər tərəfini. 2 vurulsun 3, kiçikdir. X vurulsun 2, kiçikdir. 15 vurulsun 2. 6 kiçikdir 2x, kiçikdir 30 yazdıq. Gəldi indi bura. 3y deyir. 3y. Bizdə y var, eləmi? Hər tərəfini 3-ə vururuq. 13 vurulsun 3, kiçikdir. 3 vurulsun y, kiçikdir. 17 vurulsun 3. 39 kiçikdir 3y, kiçikdir 51. Əla. Yazdıq. Bizə nə istəyir? Toplanma. 2x-dən 3y-nin toplanması. Alt-alta yazıb toplaya bilərik. 6 kiçikdir 2x, kiçikdir 30. Üstə gələk. 39 kiçikdir 3y, kiçikdir 51. Tərəf-tərəfə toplasaq. 2x üstə gəlsin 3y, kiçikdir. Toplayanda 45. Bu da neçə eləyir? 81. Bu qədər. Yəni 2x üstə gəlsin 3y, 45 ilə 81-in arasında qiymət alacaqdır. Bitdi. Sonra xətti bərabərsizlikdən bayaq bir nümunə yazdıq. Daha yazmayaq. Keçək. Bu verdiyimiz 2 qat bərabərsizlikdən oldu. Məsələn, 2 qat bərabərsizlik qarşınıza çıxa bilər. -4,7 kiçikdir x, kiçik bərabərdir 3,8. Məsələn, 2 qat bərabərsizlik göründüyü kimi 2-dən bərabərsizliyin işarəsi var. Yəni bu belə də ola bilər, bir dənə də ola bilər, ikisi də ciddi ola bilər, ikisi də qeyri-ciddi ola bilər, biri ciddi, biri qeyri-ciddi ola bilər, heç bir fərqi yoxdur. Sual nə ola bilər? Məsələn, deyə bilər ki, bu bərabərsizliyi ödəyən ən kiçik və ən böyük nə olsun? Tam qiymət olsun. Tam qiyməti neçə ola bilər? Bu bərabərsizlik hardan başlayır? -4,7-dən başlayır, ta 3,8-ə qədər gəlir. Arasında olan tam ədədlər hansılardır? -4, -3, -2, -1, 0, 1, 2, 3. 3,8, yəni 3-ü atladığına görə 3-ü də götürürük burada. Bunun arasında ən böyük, ən kiçik hansıdır? Ən böyüyü 3-dür, ən kiçiyi də -4-dür. Biz bunları hər dəfə belə təkrar bütün həllərini yazacağıq. Xeyr. Hər dəfə bütün hamısını yazmayacaq. Yəni artıq -4,7-dən böyük olan ən kiçik ədəd -4-dür. Tam ədəd yəni.
Bundan kiçik olan ən böyük tam ədəd nədir? 3-dür. Yəni bunu artıq şifahi olaraq tapmalısınız. Gəldik xətti bərabərsizlik sisteminə. Xətti bərabərsizlik sistemi. Bu nə deməkdir? Bu tənliklər sisteminə biraz bənzəyir. Sadəcə olaraq yazaq. Xətti tənlik yox. Siz bərabərsizlik sistemində 2 dənə ayrı-ayrı xətti tənliklər veriləcək. Və bu bərabərsizlik sistemini həll etmək üçün hər bir bərabərsizliyi, hər bir xətti bərabərsizliyi ayrı-ayrı həll edəcəksiniz. Daha sonra isə aldığınız cavabları kəsişdirəcəksiniz. Yəni bir ədəd oxunda aldığınız cavabları kəsişdirəcəksiniz və kəsişmə nöqtəsi, kəsişmə aralığı deyək, bu bərabərsizliklər sisteminin həll olacaq. Bu nə zaman kəsişmə olur? Bax, sistemdə. Bilərzən heyətdən də danışacaq. Kəsişmə götürülür. Tənliklər sistemində aralıqların nə deyək, kəsişməsi götürülür. İndi başlayaq, misal yazaq. Məsələn, burada bir əslən nümunədə yazmışam sizə burada. Sadəcə başqa bir şey yazaq. Məsələn, 3x çıxılsın, x çıx 2 bərabərdir 8. Sonra 4x böyükdür 7 vurulsun, x çıx 1 çıxılsın 17. Məsələn, bərabər sistemini həll edin deyir. Eynilik, hər birini ayrı-ayrı götürüb həll edirik. Bunu yazaq, sonra biraz çətinindən də yazarıq. Birinci götürürük ilk gələni. Həll edirik. 3x deməli, bərabərsizlik həll etmək üçün mötərizənin birinci açılıqda, mötərizənin qabağında mənfi işarəsi olduğu üçün içəridəkilər işarəsini dəyişir. Çıx x üstə gəlir 2 olur, kiçik bərabərdir 8. 2x kiçik bərabərdir 8 çıxılsın 2, 2x kiçik bərabərdir 6. X də kiçik bərabərdir 3. Deməli, yəni bu bərabərsizliyin həlli ədəd oxu çəkirik. 3-ü qeyd elədik və 3 daxil olduğu üçün doludur nöqtə. Kiçik bərabər. Yəni üzü bu tərəfə doğru. Belə çıxır ki, mənfi sonsuzluqdan 3-ə qədərdir. Bunun cavabı. Sonra, indi gəldik ikinciyə. 4x böyükdür. Mötərizəni vurub açıram. 7x çıx 7 çıx 17. 7x bu tərəfə keçirdirəm. 4x çıx 7x böyükdür. Mənfi 7, mənfi 17. 4x-dən 7x-i çıxdıq, mənfi 3x böyükdür, mənfi 24 və x-i tapmaq istəyəndə mənfi 24. Deməli, artıq burada qayda iştirak edir. X-in əmsalı mənfi 3 olduğuna görə biz hər tərəfi mənfi 24-ü mənfi 3-ə böləndə işarə dəyişəcək. Yəni, kiçikdir, mənfi 24 bölünsün, mənfi 3. Bu da x kiçikdir olur. 2 mənfini böləndə müsbət edir və cavab edir 8. Yəni, x 8-dən kiçik qiymətləri alır. 8-dən kiçik nə qiymətini alır? Mənfi sonsuzluqdan 8-ə qədər. 8-də yumru. İndi bərabərsizliklər sistemini həll edəndə dedik ki, ayrı-ayrı deməli, xətti bərabərsizlikləri həll edirik. Daha sonra isə onları bir ədəd oxunda çəkib kəsişdiririk. Yəni, deməli, birincinin cavabını almışıq. 3-dən, deməli, mənfi sonsuzluqdan 3-ə qədər. Və 3 özü də təbii ki, daxildir. İkinci aralığımızı almışıq. Mənfi sonsuzluq 8-ə qədər. 8-ə buralıqda olsun. Onda bir qırmızı qara ilə işarə edək. O da belə gedir. Aşağıda işarələdim. 8-ə qədər. Kəsişmə götürürük. Kəsişmə nədir? İkisinin də olduğu yer. İkisi də bax, bu hissədə var. Harda? Mənfi sonsuzluqdan 3-ə qədər ikisində də var. Ona görə deyirlər ki, bu bərabərsizliklər sisteminin cavabı mənfi sonsuzluqdan 3-ə qədərdir. 3 daxilə qədərdir. Yeni deyirəm, ayrı-ayrı bərabərsizliyi həll edirik, kəsişdiririk. Alınan hansı hissə kəsişdirsə, o bizim cavabımız olur. Hər zaman mı kəsişir? Yox. Elə ola bilər ki, məsələn, siz bərabərsizliyi həll edəmsiniz, məsələn.
Məsələn, bərabərsizlik həll eləmisiniz. Birincinin cavabı mənfi sonsuzluqdan, deyir, rengi dəyişək. Birincinin cavabı mənfi sonsuzluqdan 2-yə qədərdir. İkincinin cavabı da 1-dən müsbət 1 olmasında 3-dən müsbət sonsuzluğadır. Məsələn, 2-dən cavab almışsınız. Ədəd toxum çəkəsən 2 mənfi sonsuzluqdan 2-yə qədər. Bu da nədir? 3-dən müsbət sonsuzluğa qədər. Kəsişmə var? Yox. Ona görə, məsələn, elə bir bərabərsizliklə sistemi həll edəsiniz. Sonda belə bir aralığa gəlib çıxsaz, deyirsiniz ki, bu bərabərsizliyin həlli yoxdur. Səbəb nədir? Çünki bu aralıqlar kəsişmədilər ona görə. Bir də bayaq dediyimiz xassələrin içərisindən birini demədik. Xassələr hanı? Bərabərsizlik sistemində belə bir əlavə bir dənə də xassəniz var. Və nədir? Əgər A böyükdür B, müsbət AB ədədləri üçün belə bir bərabərsizlik varsa, bunun bir böləyini yazmaq istədikdə, bu zaman bərabərsizlik işarəsini dəyişir. Yəni, necə? Tərsin yazmaq istəyəndə 1 bölü A, 1 bölü B yazırıq A. Bu zaman bərabərsizliyin işarəsi dəyişəcək. Məsələn, adi bir misal deyək də, 3 böyükdür 2-dən. Bunu 1 bölünsün 3, 1 bölünsün 2 yazdıqda artıq avtomatik 2-də 1 daha böyük olacaq. Yəni, bu bir şeyi yadınızda saxlayın. Siz tərs çevirdikdə, bərabərsizlik sizə verilib, onu tərs çevirdikdə işarə yönünü dəyişəcək. Yadınızdan çıxmasın. Olsun ki, əlavələrin içində yəni qeyd etmişəm, qeyd kimi. Bərabərsizlik sistemində dedik, xassələrini dedik. Nə deyirik? Artıq keçəcəyik. Bir də heyətdən də bir misal deyək. Deməli, bərabərsizlik sisteminin bərabərsizlik heyəti təxminən bir-biri ilə eynidir. Son məqamında dəyişir. Fərqləri bir-birində sondadır. Yəni, bərabərsizliklər sistemində siz artıq bu işarəni görəcəksiniz. Buna bərabərsizlik sistemidir. Sistemi həll edəndə, bərabərsizlik sistemi həll edəndə alınan cavablar sonda kəsişdirilir. Məsələn, bayaqların biz yazdığımız. Amma belə bir parça mötərizə kimi yəni bir sistem görsəz, bərabərsizlik, buna sistem demirlər, bərabərsizlik heyəti görsəz, heyət. Artıq bu zaman cavablar birləşdiriləcək. Həlli baxımından heç bir fərqi yoxdur. Eyni bərabərsizlik sistemi necə gedirdisə, heyət də onun kimi davam edəcək. Sadəcə olaraq sonda cavablar, aralıqlar birləşdiriləcək. Birləşmə olacaq. Məsələn, bir dənə bərabərsizlik sistemi götürün, onu heyət kimi həll edeyim. Qabağıma çıxsa inşallah yaxşı olur. Məsələn, 2x üstə gəlsin 8 kiçikdir. 5 vurulsun 2x çıx 7. Cavab normal misal tapmanım üçün özümdən yazdım. Bir də nə olsun məsələn? 7x çıx 8 böyükdür 5. Neyse. Təxminən yazım görək necə alınacaq. Heyət işarəsini qoyaq. Heyəti əldə edilən qayda belədir. Şərtimiz belədir. 2x üstə gəlsin 8 kiçikdir 10x çıx 35. 2x çıx 10x kiçikdir mənfi 35 çıx 8. Gəlin bu 32-ni dəyişək. Ya da nəyi dəyişək? Çünki bölünməyəcək. Normal bir cavab alınmayacaq. Kəsir falan olacaq. Belə olsun. 14. 4x. 2x çıx 4x kiçikdir. Mənfi 14 çıx 8. Mənfi 2x kiçikdir. Deməli, mənfi 22. X da böyükdür.
Yəqin ki, bu hissənin açıqlamasını vermək lazım deyil. 22-də, mənfi 22-də mənfi 2-yə böləndə eləyir müsbət 11. Demək, bu bərabərsizliyin cavabı başlayır mənfi sonsuzluqdan 11-ə qədər. Gəldik digərinə. 7x çıx 8 böyükdür 5. Buradan olmamış, alınmış. 6 eləyir bunda. 7x böyükdür 6 üstə gəlsin 8. 7x böyükdür 14. X böyükdür 2. Bu da 2-dən, mən bunu niyə səhv yazdım? 11-dən müsbət sonsuzluğa. Bu da 2-dən müsbət sonsuzluğa. Bir ədəd oxun çəkirik. Üzərində, deməli, 2-dən müsbət sonsuzluğa. O biri nədir? 11-dən müsbət sonsuzluğa. Sonda cavab nə olur? Əgər, məsələn, bu sistem olsaydı, biz bunun kəsişdiyi yeri götürəcəkdik. Yəni, 11-dən müsbət sonsuzluğa olan yeri. Amma biz heyət əldə etdiyimizə görə heyətdə birləşməsini götürürlər. Yəni, hamısını götürürlər. Bu da 2-dən müsbət sonsuzluğadır. Cavabımız belədir. Yəni, sistem tənliklə heyətin arasında çox böyük belə fərqlərimiz yoxdur. Onun fərqi, yəni bir dənə bundan ibarətdir. Gəldik nə? Gəldik 2 qat. 2 qat yox, bərabərsizlik danışmışıq. Kvadratik bərabərsizliklərdən, artıq xətti bərabərsizlikdən kifayət qədər danışdıq. Kvadratik bərabərsizlik, yəni kvadratik biz tənlikləri belə deyim, keçmişdik. Əgər yanınıza gəlirsə, diskriminant sulu, viet sulu, tərs viet, yəni hər birindən danışmışdıq, həll eləyə bilirdik. Artıq bəs bu kvadrat bərabərsizlik formasında olsa necə həll olunur? Demək olar ki, o da tənliklər, kvadrat tənliklərin həlli yolu ilə eynidir. Son hissə, yəni bərabərsizlik intervallar metodu ilə həll olunacaq. Misaldan göstərək. Məsələn, nə olsun? X kvadratı çıx 11x üstə gəlsin 18. Kiçik bərabərdir 0. Normalda bu tənlik kimi qabağınıza çıxsaydı, diskriminant, istəsəz diskriminant, istəsəz vietlə bunları tapmaq mümkün idi. Eyni bunda da həmin şeyləri edirsiniz. Yəni, bu tənliyi bərabər edirik 0-a. Köklərini tapırıq. Bu 2 ilə 9-dur. Diskriminantla yoxlaya bilərsiniz. Necə tapdım? Vietlə tapdım. Daha sonra nə edirik? Ədəd oxu çəkirik. Üzərində həmin köklərimizi qeyd edirik. Və təbii ki, 0-ı qeyd etməyiniz daha yaxşı olar. Deməli, integrallar. Bax, qeyd edeyim. Köklərini tapdınız. Ədəd oxunda qeyd etdiniz. İntervallarda çəkdik. Və bu bərabərsizliyin işarəsinin altında xətti işarəsi olduğuna görə biz bunların için dolu eləyəcəyik. Yəni, bu 2 ilə 9-a daxildir. Daha sonra nə edirlər? Daha sonra bu bərabərsizliyin, yəni 3 dənə aralıq var. Bu ya 3 aralığın bunun həlləri olduğunu, hansı həllərin bu bərabərsizliyin həlli olduğunu tapmaq üçün nə edirlər? Sınaq nöqtələri qoyurlar. Hər bir aralıqdan bir dənə sınaq nöqtəsi götürürlər və bərabərsizlikdə yerinə qoyurlar. Yəni, x-in qiymətində gətirib yerinə qoyurlar. Əgər bərabərsizliyin belə deyək də, işarəsinə uyğun bir qiymət alırıqsa, yəni o işarəni də ora qoyurlar. Yəni necə? Bir danışmaqla deyirib başa düşülməz, ən yaxşı misalını həll eləməkdir. Bax, necə edirik? Məsələn, tutaq ki, məsləhətim budur ki, ədəd oxunu qeyd edəndə 0-ı qeyd edin və ən gözəli 0-ı yerinə qoymaqdır. Onda işimiz daha asan olur. Yəni, biz buradan 10-u da yerinə qoya bilərik. Buradan 3 qiymətin yerinə qoya bilərik. Amma ən yaxşısı 0-ı qoymaqdır. 0-ı yerinə qoyanda 0-ın qiyməti 0. Kvadratı 0. Çıxılsın 11-i 0-a vuranda 0. Üstə gəlsin 18. Yəni, nə oldu? Müsbət 18. Yəni, belə çıxdı ki, burada müsbət bir qiymət aldım. Onda, məsələn, buradan 3 qiymətin yerinə qoyaq. 2 ilə 9 arasında 3 qiymətin yerinə qoyaq. 3-ün qiymətin yerinə qoysaq, 3-ün kvadratı 9. Çıxılsın, 11 vurulsun 3. Üstə gəlsin 18. Yəni, bunu da hesablayanda görürük ki, burada mənfi bir qiymət aldı. Demək, bura mənfi. 10 qoyaq yerinə.
Hər aralıqdan bir dənə qiymət yerinə qoy. Onu yerinə qoyduq. Deməli, onun kvadratı 100. Çıxılsın 11 vurulsun 10. Üstə gəlsin 18. Bunu da hesablasaz görərsiniz ki, müsbət kimi qiymət aldı. Hər bir aralıqdan bir dənə sınaq nöqtəsi götürdük, yerinə qoyduq. Təbii ki, mən götürdüyüm nöqtələri götürməyə də bilərsiniz. Ürəyiniz istəyən bir qiyməti qoya bilərsiniz. Tək o aralığın arasında olsun. Aralıqda olsun. İndi bizə hansıcı qiymət lazımdır? Sıfırdan kiçik qiymət lazımdır. Ya burada 3 dənə aralıq var. Bizə isə bunu sıfırdan kiçik aralıq lazımdır. Sıfırdan kiçik hansıdır? 2 ilə 9-un arası. Təbii ki, 2 də daxildir, 9 da daxildir. Gedək indi başqasını yazaq. Məsələn. X kvadrat çıx 5x üstə gəlsin 6. Bu da olsun böyükdür 0. Adi diskriminant üsulu ilə x1, x2 tapırsınız. 2 ilə 3'dür. Ədəd oxun qeyd edirsiniz. 2-ni qeyd edirsiniz, 3-ü qeyd edirsiniz. Təxmini qeyd edirsin, yəni dəqiq ölçü lazım deyil. Bir də 0. Həmişə kimi məsləhətim 0-ı qeyd etməkdir. İndi araqlardan qiymət qoyursunuz yerinə. Bayaq dediyim kimi birinci 0 qoysanız daha yaxşı olur. 0 qoydunuz yerinə 0, 0, 6. Nə elədir? Müsbət. Bir məsləhətim nədir? Əgər yəni qabağınıza belə bir kvadrat tənlik çıxıbsa, bu necə deyək, intervallar ardıcıl gedir. Yəni birini tapdın, bir ki o biri mənfidir, o biri müsbətdir. Yəni biri mənfi, biri müsbət, biri mənfi, biri müsbət gedir. Həmişə yox, həmişə getmir. Nə zaman biri mənfi, biri müsbət getmir, qabaqda bir misal izah edəcəm, onu da görəcəksiniz. Deməli, biri mənfi, biri müsbət getdi. Bizə nə lazımdır? Bizə bərabərsizlikdə müsbət yerləri lazımdır. Ona görə mənfi sonsuzluqdan 2-yə qədər və 3-dən müsbət sonsuzluğa qədər. Nə 2 daxildir, nə 3. Çünki burada ciddi bərabərsizlikdir, ona görə qeyri-ciddi deyil. Başqa birini yazaq. Məsələn, x kvadratı kiçikdir 5x üstə gəlsin 8. Kiçikdir 0. Bunu bir yerinin tapılması olsa mümkün deyil də. Yazırıq diskriminant bərabərdir. 5'in kvadratı çıxılsın 4 vurulsun 8. 25 çıxılsın 32. Bərabərdir -7. Deməli, diskriminantımız əgər mənfi elədirsə, baxırsınız bərabərsizliyin işarəsinə. Bu nə deməkdir? Deyir 0-dan kiçik olsun. Yadınıza saxlayın. Əgər diskriminantınız mənfi eləyibsə, o deməkdir ki, sən burada hansı qiyməti qoyursansa qoy, x-in hansı qiymətin yerinə qoyursansa qoy, bura həmişə müsbət qiymət alacaq. İndi müsbət bir qiymətin 0-dan kiçik olma ehtimalı varmı? Xeyr. Deyirlər ki, bu bərabərsizliyin həlli yoxdur. Məsələn. Sonra başqa nə? X kvadratı məsələn versəydi ki, 5x üstə gəlsin 8, böyükdür 0. Belə bir şey versəydi. Diskriminantı hesablayırsan, alırsan ki, bu mənfi 7-dir. Diskriminantı aldın, deyirsən ki, bu ifadə həmişə müsbət qiymət alır. Bizdən nə istəyir? 0-dan böyük olsun. Deyirsən ki, bu onsuz həmişə baş verir də, mənfi sonsuzluqdan müsbət sonsuzluğa bunun həlli vardır. Yəni, diskriminantın mənfi olmasına biraz diqqət edin. Nədən danışaq? Nədən? Bayaq dedim, bir dənə nümunə deyəcəm sizə. Deməli, məsələn, x çıxılsın 2 kvadratı, x çıxılsın 1, bir də sadəsini yazıq sonra. X çıxılsın 1, x çıxılsın 3, x çıxılsın 2, məsələn. Deyir, kiçikdir 0. Bu bərabərsizlik həll elə. Dəyin qabaq 3 yazaq. Nə edirsiniz? Bunları təbii ki, ayrı-ayrı vurub, bir-birinə vurub, yəni açmağa ehtiyac yoxdur. Hər bir mötərizəni ayrı-ayrı götürüb 0-a bərabər edirsən. X çıx 1 bərabərdir 0, x bərabərdir 1. X çıx 3 bərabərdir 0, x bərabərdir 3. X çıx 2 bərabərdir 0, x bərabərdir 2. Aldınız, ədəd oxu çəkirsiniz. Həmişə dediyim kimi 0 birinci qeyd edeyim. 1, 2, 3. Çəkdik, araqları qurduq. Və heç biri daxil deyil deyə bunların nöqtələri boş olacaq. Daxil deyil. Çünki ciddi bərabərsizlikdir. Daha sonra nə edirsiniz?
Bir dənə qiymət qoysanız kifayətdir. Məsələn 0 qoydum yerinə. 0 qoysam -1, -3, -2. Bunlar da bir-birinə vuranda mənfi eləyir. Deməli o eləyir mənfi. Yəni bizə işarəsi lazımdır, qiymət lazımdır, işarə. Və dedim ki, ardıcıl davam edib düzüləcək. Müsbət, mənfi, müsbət. Bizə hansı aralıq lazımdır? 0-dan kiçik, yəni mənfi sonsuzluqdan 1-ə qədər, 2-dən 3-ə qədər birləşmə ortada işarəsi. Yəni bu belə deyək də sadə bir bərabərsizlikdir. Bəs bu ardıcıllıq nə zaman pozulur? Məsələn, x-2-nin kvadratı, x-3, üstə gələ 3 olsunlar. Qalanı bir dənə 2-də 1 də yazaq. Deyirik böyükdür 0. Deməli, bir dənə də bərabər işarəsi olsunlar. Qarşıdakı 2-də 1 ilə bizim işimiz yoxdur. Ayrı-ayrı mötərizələri 0-a bərabər eləmək lazımdır. 2. X üstəgəlsin 3 bərabərdir 0, x bərabərdir -3. Kökləri aldıq, ədədə bu çəkdik. 0, həmişə kimi, -3, -2 qurduq. Çaşıb gəlib 0-la da birləşdirməyində sadəcə biz 0-ı ilk öncə qeyd edirik. İndi qiymət qoyaq yerinə. Dediyim kimi 0-ı yerinə qoyub yoxlaya bilərsiniz. 0-ı yerinə qoysaz, eləyəcək -2-nin bura, -2-nin kvadratı və -2-nin kvadratı yerdə müsbət. Müsbəti müsbətə vurdun, yenə müsbət. Sonra 0-ı yerinə qoydum, burada müsbət. Müsbət də yəni müsbətə vurdun, yenə müsbət. Yerdə müsbət. Bayaq məsələn nə dedik? Dedik bir dənəsini tapdıq, ardıcıllıq davam edib gedəcək. Bu ardıcıllıq nə zaman getmir? Bir ifadədə, bir bərabərsizlikdə kvadrat varsa, orada artıq ardıcıl getməyəcək. Ardıcıl necə pozulacaq? Belə deyək də, bu kvadratı 0-a bərabər eləyən qiymət var da, 2. Onun sağı ilə solu eyni qiymət alır. Eyni işarə alır. Yəni nə demək istəyirik? Müsbətdirsə, əgər solu biraz ara verdim. Deməli, kvadratı, belə deyim, kvadratı 0-a bərabər eləyən x-in qiyməti 2-dir. O 2-nin sağı və solu, haradakı kvadrat işarəsi gördünüzsə, onun kökü olanın sağı və solu eyni işarə alır. Məsələn, sən bunun bir tərəfini tapdın ki, müsbət. Deməli, bunun bu tərəfi də müsbətdir. Gəl indi yoxlayaq. Məsələn, 2-dən böyük bir qiymət verək. Ən sadə bir qiymət verək 3. 3-ü yerinə qoysaq. 3-ü yerinə qoysaq. 3-dən 2-ni çıxdım 1. 1-in kvadratı 1. 1-i də 2-də 1-ə vurdum 1. Yəni müsbət. 3-ü yerinə qoydun. 3-ün isə 3 müsbət. Müsbəti müsbətə vurdum müsbət. Gördün? Aldın ki müsbət. Yəni bu həmişə belədir. Kvadrat olanı, kvadratın 0-a bərabər edən qiyməti var ha. Onun sağı və solu eyni qiymət, eyni işarə alır. Sonrası izləyə bilər. Sonrası mənfidir. Kvadrat olmasaydı, məsələn, deyəcəkdik ki, bura mənfidir. Amma kvadrat var deyə onun işarəsi izlənilir, sağı və solu eyni olur. İndi bizə nə qiyməti lazımdır? Bizə deməli lazımdır mənfi, müsbət bir qiymət. Müsbət bir qiymət yəni hara? Burada üzü bu tərəf. Yəni burada müsbət olduğuna görə bizim aralığımız başlayacaq. -3-dən müsbət sonsuzluğa. Bu qədər. -3-dən müsbət sonsuzluğa. Amma məsələn, bu bərabərsizliyin eynisi belə bir şey olsaydı. Burada -3 parça mötərizədir. Məsələn, bu belə bir misal qabağımıza çıxsaydı və biz bu bərabərsizlik həlli filan hamısı eyni, bundan olacaqdı. Biz burada aralığı təzdən çək. -3, 2. Burada ikisinin də içi boşdur. Burada ikisinin də içi doludur. Çünki daxildə işarəsi var. Amma burada içləri boşdur. Nöqtənin içləri boşdur. İçində, -3-ündə. Məsələn, biz bu aralığı bəs həll edirik. Görürük ki, burada müsbət, burada müsbət, bura mənfi. Və bizə nə lazımdır? Müsbət. Deməli, bu başlayacaq -3-dən müsbət sonsuzluğa. Amma cavab belə olmayacaq. Səbəb nədir? Səbəb o deməkdir ki,
Biz burada nəyi götürməmişik? 2-ni. 2-nin içi boşluqdur axı. Boşda axı nöqtə 2 buna daxil deyil. Çünki biz bunu 2-ni gətirib burada yerinə qoysaq, bu 0-a bərabər olacaq. Bizə bunun 0-a bərabər olması lazım deyil axı. Onda necə yazırlar? Bu 2-ni fərqləndirmək üçün. -3-dən 2-yə qədər birləşmə 2-dən müsbət sonsuzluğa qədər. Bu ikisinin bir-birindən fərqi ondadır. Altına, yəni xəttin işarəsinin bizim üçün böyük bir önəmi vardır. Diqqətli olmaq lazımdır biz. Heyət danışdıq, bərabərsizlik 2 qatı falan hamısını danışdıq. Bir də modul danışmadıq deyəsən və dərsimizdə kifayət qədər uzun oldu. 40 dəqiqədə artıq. Mənim başladığım vaxtım burada fərqlidir. Bir də modul qaldı. Moduldan da bir iki nümunə deyək. Əsasən test tapşırıqların üstündə deyirik bundan. Məsələn, modul. Əgər mən yavaş danışmışamsa, təbii ki, siz 2x-dən qulaq asmanız məsləhətdir. Mənim kimi. Deməli, modulda nə verək? Məsələn, 5x çıxılsın 3, misal üstünə danışaq. Kiçikdir 0. Nümunə ilə danışacaq. Bu bərabərsizlik mümkündürmü? Mümkün deyil. Çünki modulun mənası o deməkdir ki, həmişə müsbət qiymət alır. Müsbət bir qiymət 0-dan kiçik ola bilərmi? Xeyr, deyir ki, bu bərabərsizliyin məsələn həlli yoxdur. Tutaq ki, modulda 5x çıxılsın 3 böyükdür 0. Deyirik, bu bərabərsizliyi məsələn həll edilsək, adi qayda ilə həll edəcəyiz. 5x çıxılsın 3 böyükdür 0, 5x böyükdür 3, x böyükdür 0,6. Deyirik, bunun həlli 0,6-dan müsbət sonsuzluğa doğru gedəcəkdir. Məsələn, nə olsun? 5x bununla niyə bir həll elədim ki? Bir dəqiqə. Deməli, modul bərabərsizliyi 2. Yəni, həlli yolunda 2 əsas məqama fikir verir. Çünki modul mənası o deməkdir ki, modulun içərisinə müsbət də olsa müsbət çıxır, mənfi də olsa müsbət çıxır. Yəni, biz bu bərabərsizliyi məsələn həll edəndə, bayaqki ilə biraz qarışdırdım. Bu bərabərsizliyi həll edəndə bir dəfə adi qayda ilə modullara atırsan, deyirsən böyükdür 0 və həll edirsən, bu oldu 1. Daha sonra nə edirsən? Bir də bunun mənfi olduğunu düşünürsən. 5x çıxılsın 3 kiçikdir 0. Götürüb bir də belə həll edirsən. 5x kiçikdir 3, x kiçikdir 0,6. Deməli, bunun da həlli başlayır mənfi sonsuzluqdan 0,6-ya qədər. Axırda bu cavabları da birləşdirsək, mənfi sonsuzluqdan 0,6-ya qədər birləşmə 0,6-dan müsbət sonsuzluğa. Yəni, burada bir dənə mənfi 0,6 qiymətini almır. Niyə almır? Çünki 0,6 qiymətini bu alsa, gəlib 0-a bərabər olacaq. Amma bizə nə lazımdır? 0-dan böyük olsun, 0-a bərabər olmasın. Köklərdən də danışmaq olar. Məsələn, modulda 3x üstə gəlsin 25. Böyükdür mənfi olmasın. Böyükdür məsələn 4. 4 mi desək, 2 mi desək? 4 deyək, bir kəsir qiymət alacaq. Necə edirik? Birinci adi mötərizəni modulu atdın. Sadəcə həll edirsən. 3x böyükdür mənfi 21, x də böyükdür mənfi 7-dən. Yəni, mənfi 7-dən müsbət sonsuzluğa doğru davam edəcək. Bu birinci. İkinci nə edirsən? İkinci modulu atırsan, ortadakı işarəni dəyişirsən və bu işarəni, bunda əksini yazırsan. Yazırsan mənfi 4. 3x kiçikdir mənfi 29, x kiçikdir mənfi mənfi 9,3-də 2. Bu da başlayır hardan? Mənfi sonsuzluqdan mənfi 9,3-də 2-yə qədər davam edir. Axırda cavabları birləşdirmək istəsək,
deməli, mənfi 7-dən müsbət sonsuzluğa. Bu da nədir? Mənfi 9 tam 3-də 2-dən, daha doğrusu mənfi sonsuzluqdan mənfi 9 tam 3-də 2-yə qədər. Axırda cavabları birləşdirsək, mənfi sonsuzluqdan mənfi 9 tam 3-də 2-yə kimi birləşmə mənfi 7-dən müsbət sonsuzluğa. Onu bilin ki, bərabərsizliklər sistemini həll edəndə sistem tənli bərabərsizliyi həll eləmirsiniz. Heyəti həll edirsiniz. Heyət nə idi? Birləşmə. Yəni sistem yox, kəsişmə həll eləmirsiniz axırda cavabları. Axırda cavabları birləşdirirsiniz. Heyətin həlli olur. Keçək indi sizin elmətdinə. Davam eləyək. Bərabərsizlikdən baxıb, yəni nəyə çətinliyiniz ola biləcək, onlardan nümunələrini izah edeyim. 1-dən hal-hazırda 7-yə qədər bir problemimiz yoxdur. Məsələn, 9-dan deyək. 3 kiçikdir x, kiçikdir 9 və bu x modulun içərisindədir. Bu bərabərsizliyi ödəyən bir neçə dənə tam ədəd var. Bu, məsələn, adi bir 3 kiçikdir x, kiçikdir 9 olsaydı, biz deyərdik ki, bu başlayır 4-dən 8-ə qədər və 4 də daxil, 8 də daxil idi. 8-dən 4-ə çıxıb üstünə də 1 gələrdik. Amma və lakin modulda olması bizim işimizi biraz daha düşündürür. Modulu deməkdir, yəni sən bura müsbət qiymətdə qoya bilərsən, mənfi bir qiymətdə qoya bilərsən. Belə çıxır ki, biz bura nəyə qoya bilərik? Belə müsbətlə fikirləşsək, 4-ü, 5-i, 6-nı, 7-ni, 8-i qoya bilərik də. Amma biz burada mənfiləri də qoya bildiyimizə görə, burada mənfi 4, mənfi 5, mənfi 6, mənfi 7, mənfi 8-i də düşünürük. Yəni burada 10 dənə həlli vardır. İndi məsələn, bunun suallar müxtəlif ola bilər. Ən kiçik hansıdır, ən böyük hansıdır, bu kimi həlləriniz də ola bilər. Məsələn, 13-ün izah edək. 13-də deyək ki, mənfi 5-də 1, mənfi 3-də 1, 3-də 1 x böyükdür 10. X-i tapmaq istədikdə ədədi x-in əmsalına bölürsünüz, mənfi 3-də 1-ə bölürsünüz. Və x-in əmsalı mənfi olduğuna görə bərabərsizliyin işarəsi dəyişir. X kiçikdir. Deməli 10 vurulsun mənfi 1-də 3. Bu da x kiçikdir mənfi 30 edir. Yəni kəsilən bölünmə qaydası. Birinci qalır, ikinci tərsinə çevirirdi. Amma işarə problem yoxdur, işarə saxlayır. X deməli mənfi 30-dan kiçikdir. Ən böyük həllidir. Mənfi 30-dan kiçikdir. Yəni ən kiçik həlli mənfi, daha doğrusu ən böyük həlli mənfi 29-dur. Başqa nə ola bilər çətinliyimiz? Məsələn, danışaq. 34-dən x üstə gəlsin, x bölünsün 3, kiçikdir 0. 3, bunun məxrəcində 1 var da. 3-ə vururuq, orta məxrəc 3-dür, bunda 1-ə. 3x üstə gəlsin x, aşağıda da var 3, kiçikdir 0. 4x bölünsün 3, kiçikdir 0. Məxrəcdə ədəddə də bizə problem yoxdur. Bizə nə lazımdır? 0-dan kiçik qiymət alsın. Surəti götürdük. 4x kiçikdir 0, x kiçikdir 0 bölü 4, yəni x kiçikdir 0-dan. Yəni bunu belə həll edib də görə bilərsiniz və ya biraz məntiqlə düşünmək lazımdır. Bax, bu kəsrin qiyməti, bu kəsrin qiyməti 0-dan kiçik olmalıdır. 3 müsbətdir, 4 müsbətdir. Yəni bu müsbətləri bir dənə mənfiyə vursaq, 0-dan kiçik qiymət ala bilər. Məsələn, 41. 3x üstə gəlsin 0,7, kiçikdir x çıxılsın 0,1.
3x çıxılsın x kiçikdir. Mənfi 0,1 çıx 0,7. Ədədin yanına x-in yanına və hərədə öz işarəsini dəyişərəkdən keçir. 2x kiçikdir mənfi 0,8. X kiçikdir. 2-yə də biləndə mənfi 0,4. X-in əmsalı müsbət olduğuna görə heç bir işarə dəyişikliyi də baş vermədi. Demək, bunun cavabı mənfi sonsuzluqdan mənfi 0,4-ə qədərdir. Sonra nə var? Mesela 42. X kvadratı kiçikdir, daha doğrusu böyükdür x-dən. X-i keçirirsiniz bu tərəfə. Böyükdür 0. Hər ikisindən ortaq x-i qabağa çıxartdınız. 2 çıxılsın 1 böyükdür 0. Bunu necə həll edirsiniz? Ayrı-ayrılıqda, necə ki tənliklərdə ayrı-ayrı götürüb 0-a bərabər eləyirdiniz. Kökləri tapırdınız. Biri 1-dir, biri də 0. Daha sonra ədədixon qeyd edirsiniz. 0, 1. Başlayırsınız qiymət verməyə. Məsələn, bayaq biz misallar yazanda, qaydanı izah eləyəndə 0 orada sərhəd deyildi və biz 0-ı qoya bilirdik yerinə. Amma hal-hazırda burada 0 sərhəd olduğuna görə 0-ı qoymayacaq, başqa bir qiyməti yerinə qoyacaq. Ya sərhəd nədir? Bu mənasında. Məsələn, 2 qiymətin yerinə qoysaq, 2-ni yerinə qoysaq, 2 vurulsun, 2 çıxılsın, 1 eləyir müsbət. Deməli, bura mənfi, burada müsbət. Bizə nə lazımdır? Bizə lazımdır. Bizdən heç bunu istəmirmiş, amma daha əldə elədik neyin? Mənfi sonsuzluqdan 0-a qədər, birləşmə 1-dən müsbət sonsuzluğa qədər. Bizə nə deyir? Bərabərsizlik eyni güc olan bərabərsizlik hansıdır? D variantı, yəni. Elə bir misalıymış. O deyir, biz gözümüzdə çox böyütdük. 42-də onun eynisidir, 43-də onun eynisidir. Danışmaq istəyirəm 45-dən. 2 üstə gəlsin. 2x çıx 4 bölək 5 böyükdür 2x. Əgər yadınızdadırsa tənliklərdə belə bir şey dedik. Hər tərəfi eyni bir ədədə vurub kəsir məxrəcdən azad eləyə bilərik. Burada da eyni bir şey tətbiq eləyə bilərik. Təbii ki, müsbət bir ədədə vursaq heç nə dəyişməyəcək, amma mənfi bir ədədə vursaq bərabərsizliyin işarəsi dəyişəcək. 5-ə vururuq, ona görə heç bir şey dəyişməyəcək. 10 üstə gələk. 5-ə vuranda 5-lər ixtisar gedir, surəti qalır. 2x çıx 4 böyükdür. 5-ə də vuranda elədi 10x. 2x 10-u atdım bu tərəfə. 10x-i daha doğrusu çıx 10x elədi. Böyükdür. Bu mənfi 4 keçdi bu tərəfə müsbət 4 oldu. Onu da atdım bu tərəfə elədi. Çıx 10. 2x-dən də 10x-i çıxanda mənfi 8x eləyir. Böyükdür. 4-dən də 10 çıxanda eləyir mənfi 6. X-i tapmaq istəsək, ədədi x-in əmsalına bölərik və bərabərsizliyin işarəsi dəyişir. Mənfi 6 bölünsün 8. Mənfi 8. 2 mənfini böldüyü müsbət elədi. İxtisar gedir 2-yə. 4-də 3 qalır. Deməli, x kiçikdir 0,75. Cavab mənfi sonsuzluqdan 0,75-ə qədər. Daxil deyil. Yumru mötərizədə. Ay. İşarəsi. Altında xət var imiş. Qeyri ciddiymiş. Demək 75 burada daxil olacaq. Gəldik nəyə? Bayraqların kəsilməsi, birləşməsi haqqında demişdim. Onca bunun haqqında danışmaq istəmirəm. Gəldik buna. Bunlar daha biraz maraqlı. Bilmirəm, tapşırıq olaraq vermişəm, yoxsa verməmişəm. 10 kiçikdir A, kiçikdir 16. Deyir, məsələn, 2-də 1 A-nı tap. Yəni, 2-də 1 A nədir? A bölü 2 deməkdir də. Və sizə bunu veribsə, əgər bunu istəyirsə, yəni, o bizə A verir, bilə bil. Bizə A bölü 2-ni istəyir. Hər tərəfi də 2-yə böləcəyiz. 5 kiçikdir. A bölü 2 kiçikdir 8. Bu qədər. Məsələn, 7 kiçikdir M, kiçikdir 8. Deyir ki, 2M, məsələn, üstə gəlsin 1-i tap. 2M üstə gələk 1. Başlayaq. Birinci 2M-i tapaq. M-i verib 2M-i tapmaq istəyirsən. Hər tərəfi 2-yə vurdum. 16, 14. Əla. Sonra nə var? Üstə gəlsin 1. Hər tərəfi üstünə 1 gəlsin. Üstə gələk 1. 16 üstə gələk 1. 14 üstə gələk 1. Elədi 15. Kiçikdir 2M üstə gələk 1. Kiçikdir 17. Deyirsən ki, 15 ilə 17-nin arasında qiymət alır. Bunlar daha maraqlı misallardır. Bunlar yəni daha çox sevirəm. Sonra bax biri. Mənfi 4 kiçikdir
2x üstə gələk 8 kiçikdir 10. Bizə nə istəyir? X-i. Və cavablara baxırsa hamısında bərabərsizliklə deyir, həll elə x-i tap. X-i tapmaq üçün baxırıq biz x-ə qayıtmalıyıq da indi. Bu vəziyyətə gəlib çıxmışıq, x-ə qayıtmalıyıq. Birinci bizə nə mane olur? 8. Yəni biz burada 8-i yoxa çıxartmaq üçün -8 əlavə eləməliyik hər tərəfə. Ya da belə deyək, hər tərəfdən 8-i çıxmalıyıq. -4 çıx 8. 2x üstə gələk 8 çıx 8. 10 çıx 8. 8-lər getdi. -12 kiçikdir 2x. Kiçikdir 2. İndi x-ə qayıtmalıyıq. Nədir mane olan? X-in əmsalı 2. Hər tərəfi 2-yə böldük. 2-yə böldük, 2-yə böldük, 2-yə böldük. -6 kiçikdir x, kiçikdir 1. Bu qədər. Bu da maraqlı suallardır. Dəli mənfisindən yazaq. Deməli, 7 kiçikdir. Bunu biraz oxşarını yazaq da. 8 kiçikdir 5 çıx. 3x kiçikdir. Dəli bərabərdir işarəsi olsun hələ. Yəni, bunu silək. Kiçikdir. Nə olsun? 11. Məsələn. Hal-hazırda bizə mane olan nədir? Hal-hazırda bizə mane olan 5-dir. Birinci ədəddən başlayaq. Hər tərəfdən onda belə çıxır ki, 5-i çıxmalıyıq. 5-i çıxmalıyıqsa 8-dən də 5 çıxırıq. Bu ortadan da 5 çıxırıq. Kənardan da 5-i çıxırıq. 3 kiçikdir bərabərdir. Qaldı -3x. Kiçikdir bərabərdir. 6. Gəldi indi nəyə? X-in əmsalı -3-dür. Belə çıxır ki, biz bunun hər tərəfini -3-ə bölməliyik. Amma belə bir şey demişdik ki, əgər biz mənfiyə vururuqsa və ya böldüksə, o zaman bərabərsizlik işarəsini dəyişəcək. Yönünü dəyişəcək. Yəni, üzü bu tərəfə baxırdı. İndi üzü bu tərəfə baxacaq. Yəni, nə edəcək? Deməli, hər tərəfi -3-ə bölək. Elədi -1. Elədi x. Elədi -2. Yönümüz üzü bu tərəfə doğru baxacaq. Bunu belə də yazmaq olar. Qaydaya görə danışırıq da ki, bəs mənfiyə böləndə hər tərəf işarəsini dəyişir. Belə yönünü dəyişə də bilər və ya ədədlərin yerini dəyişə bilərsiniz. Yəni necə? -2 kiçik bərabərdir x, kiçik bərabərdir -1. Belə də yaza bilərsiniz. Əgər bərabərsizlik işarəsini dəyişmək istəməsəz, ədədləri yerini dəyişərsiniz mənfiyə böləndə və ya vuranda. Başqa nə? Başqa nə? Məsələn, modul bərabərsizlikdən danışaq. 4x nə olsun? Məsələn, 81-dən danışalım. X kvadratı çıxasın 5x üstə gəlsin 6 kiçik bərabərdir 0. Bu tənlik kiçikdir 0 olsaydı, biz deyərdik ki, bunun həlli yoxdur. Yəni, 0-dan kiçik olma ehtimalı yoxdur. Moduldur, moduldan həmişə müsbət çıxır. Amma əgər altında bir dənə xətt işarəsi vermişdirsə, bu deməkdir ki, yəni 0-dan kiçik də ola bilər. Və 0-a bərabər də ola bilər. Təbii ki, bunun 0-dan kiçik olma ehtimalı yoxdur. Deməli, bizə bunun 0-a bərabər olması cavabı lazımdır. Götürürsünüz, həll edirsiniz. Deməli, x1 bərabərdir 2, x2 bərabərdir 3. Deyirik ki, bu tənliyin 2 dənə həlli var. Biri 2-dir, biri 3. Bundan başqa heç bir həlli yoxdur. Sonra məsələn, nə olsun bu? 68. Modulda x kiçikdir 3,5. Necə həll edirik? Bir dəfə x kiçikdir 3,5 götürürük. Bir dəfə də x böyükdür. Ortadakı işarə dəyişir. Və 3,5 işarəsini dəyişir. -3,5. Bir dənə ədəd oxu çəkirlər. Deməli, 3,5-dən bu tərəfə. Üzr bu yönə. Bu biri də başlayır. -3,5-dən üzü bu tərəfə, yəni sağa. Yəni -3,5 ilə 3,5-in arasında hansı qiymətləri alar? Bizdən deyir ki, neçə dənə tam əlli var. Tam əllərini deyir cəmin tapın. Bunun arasında yerləşən tam əllər -3, -2, -1, 0, 1, 2, 3. Toplayanda da hamısı bir-birini aparır, 0-a bərabər olur.
Sonra məsələn bu tipli bərabərsizliyi həll etməyə ehtiyac yoxdur. Deyir mənfidən böyük olsun modul. Bu istənilən bir qiymətdə ödəyir. Yəni mənfi sonsuzluqdan müsbət sonsuzluq. İndi bunda da biraz diqqətli olarsınız. Bunda da biraz diqqətli olarsınız. Bunda da həmçinin. Məsələn 77. Modulda 6x çıx 8 böyükdür 4. Bir dəfə normal 6x çıx 8 böyükdür 4 götürürsünüz. Bir dəfə 6x çıx 8 kiçikdir mənfi 4 götürürsünüz. 6x böyükdür 12, x böyükdür 2. Bir dəfə 6x kiçikdir mənfi yox. Mənfi 4 üstə gələk 8. 6x kiçikdir 4. X də kiçikdir 4 bölünsün 6. Yəni x kiçikdir 3'də 2. Deməli, nədir də onu çəkək? 2-dən müsbət sonsuzluğa. Bir də nədir? 3'də 2-dən mənfi sonsuzluqdan 3'də 2'yə qədər. Bu tərəfə doğru. Həlləri nədir? Mənfi sonsuzluqdan mənfi 3'də 2'yə, 2'dən də müsbət sonsuzluğa birləşməsi. Burada nə var? Bundan bir tanesi danışalım. Sistemlərdir, yazarsınız. Bunlardan inşallah. Həm bir də bunlardan danışaq. Bax, deməli, bu 98 tipli məsələlərdə deyir bərabərsizlik həlli. Burada da görürsünüz, heç bir dəyişən falan yoxdur. Mənfi 3 çıx 5. 6 çıxılsın 2x. Dəyişən olmasa belə. Burada dəyişən görmürsünüz. Bunu kənara atıb, bu sadəcə bunu həll etmək lazım deyil. Əgər bunu bizə veribsə, demək bunun bir mənası vardır. Araşdırmaq lazımdır. Nəyə fikir verirsiniz? Bu mötərizənin içərisi müsbətdirmi, yoxsa mənfidir? Müsbət mənfiliyin də müəyyən etmək üçün 5'i kökün altına saldıq. Kökdə 25. Bu da kökdə 3 idi. Kökdə 3'dən də kökdə 25 çıxanda əlbəttə ki, mənfi bir cavab eləyəcək. Mənfi həmişə. İndi bizə nə istəyir? Deyir ki, bəs bu bərabərsizlik, bu hasil sıfırdan böyük olsun. Sıfırdan böyük olması üçün mənfini yəqin ki, mənfiyə vurmalıyıq ki, müsbət bir ifadə eləsin. Onda yazırıq 6 çıxılsın 2x kiçikdir 0, mənfi 2x kiçikdir mənfi 6, x də böyükdür 3'dən. Deyirik ki, 3'dən müsbət sonsuzluğa bunun ifadəsi, bu ifadənin qiyməti həlli vardır. 99'a artıq siz diqqət eləyərsiniz. Gəldik nəyə? Gəldik. Bu 104'dən danışmaq istəyirəm. 104'dən danışmayaq. Mən 103'dən danışacağım. 103'dən böyük bir oxşarını demişəm ona görə. Deməli, 6 kiçikdir 3x kiçikdir 9. Bu da 2 kiçikdir y kiçikdir 8. Bizə deyir ki, bəs x vurulsun y-i tap. Y var, amma x yoxdur. X-in əvəzində nə var? 3x var. Mane olan nədir? Əmsaldakı 3. Deməli, hər tərəfi 3'ə bölərəm. 2 kiçikdir x kiçikdir 3. Artıq x-ə aldım. Nə lazımdır mənə? Bunları bir-birinə vurmaq. 2 kiçikdir y kiçikdir 8. Vurmada alt-alta vurmaqdan 4 kiçikdir x vur y kiçikdir 24. Nə yazırdım mən? Nasıl saldım yazdım? Buydu. Şimdi. %30'dan yazdım. Ve ondan da videonu sonlandıracağım. Kifayət qədər də uzun oldu. Videomuz inşallah bura qədər səbrinizi tutub baxmışdır. 5 kiçikdir a kiçikdir 7. Bizdən istəyir 1 bölünsün. 1 bölünsün. Bəs 2a çıxılsın 3. Bunu necə yazırlar? Birinci bu məxrəcdəki ifadəni almaq lazımdır. A-nı verib 2a-nı tapaq. Yəni hər tərəfi 2'yə vuraq. 10 kiçikdir 2a kiçikdir 14. Nə var? Çıxılsın 3 var. Hər tərəfdən 3'ü çıxaq. 7 kiçikdir 2a çıx 3 kiçikdir 11. Bunu aldıq.
İndi isə gəlirik bunun bir böləyinə. Bayaq əgər qayda izah edəndə fikir verdinizsə, dedim A böyükdür B-də. Əgər bir bölünsün tərslərini yazırıqsa, bərabərsizliyin işarəsi, yəni yönünü dəyişəcəkdir. İndi biz bunun burasını almışıq da. Bir böləyini almaq üçün 1 bölünsün 2-ə çıxılsın 3 yazıram. Demək, kənardakıların da bir böləyini yazacağım. Sadəcə olaraq bərabərsizliyin işarəsi dəyişəcək. Yönün dəyişəcək. Bayaq da bir misal izah edirdim sizə. Dedim, əgər yönün dəyişməkdə biraz problem çəkirsinizsə, sadəcə yerlərini dəyişin. Yəni bunu buna atın, bunu da bura atın. Yəni olacaq 1 bölünsün 7, 1 bölünsün 11. Ortadakı işarə də belə də qalacaq. E variant 130 131 məsələn bunun oxşardır. İşte. Gedin deyəsin. Və sağ. Bu qədər.